Səhər saat 7 çıxmışıq evdən. Gedirik hara? Çexiyaya. Gedirik Çexiyaya. Gedək görək Çexiya necədir? Nə var, nə yox? Enerji, yeni şəhər, yeni videolar. Bəli. Gedək görək. Gəldik, çatdıq. Üçüncü ölkəmizə. Ölkəmiz Çexiyadır, şəhərimiz isə Praqa. Hal-hazırda isə Praqanın mərkəzi hissələrindən birindəyik. Biz Karls Bridge, yəni Karl körpüsünün üzərindəyik. Karl körpüsü Vltava çayının üzərindən keçir. 1357-ci ildə 4-cü Kral Karlın, Roma imperatoru Kral Karlın göstərişi ilə körpü inşa edilib. Körpünün uzunluğu 350 metr, eni isə 10 metrdir. Körpünün 1357-ci ildə inşa edilmə səbəbi isə, baxın, bu gördüyünüz Vltava çayının böyük bir sel olması və bundan əvvəlki körpünün yıxılması nəticəsində olub. Şəhərlər arasında əlaqə kəsilib. Ona görə isə 1357-ci ildə bu körpü inşa edilib. Körpü çünki iki tərəfi birləşdirir, şəhərin iki hissəsini birləşdirir. Biri köhnə şəhərdir, biri isə kiçik şəhərdir. İndi yeni şəhər deyil, kiçik şəhər deyirlər, köhnə şəhər deyirlər. İki hissəni bir-birinə birləşdirir. Hə, körpünün üstündə heykəllər var. Qəşəng, maraqlı heykəllər var. Və bu heykəllərdən 30 dənə, bəli. Bu heykəllərdən 30 dənədir. Həmçinin körpünün üstündə biznes məqsədi ilə burada satış gedir. Küçə rəssamları çoxdur. Rəsm çəkirlər. Məsələn, oturursan, 2 nəfər Ya da şəhər şəkil çəkirlər, ya da ya şəhərin şəkildə. Bu çay çox qəşəngdir bu arada. Çox böyük çaydır. Kür çayını döyər. Burada belə bir heykəl var. Heykəlin üstün hamı beləncinə, hamı beləncinə əlini sürtür. Heykəlin üstə əl sürtməkdən hansı hissələrin ki əl sürtülüb, o hissələr ağarıb, yəni rəng kraskası gedib. İndi bilmirəm, real rəngidir bu, yoxsa hamı əli sürtür. Gəl bizə sürtək. Qonşudan qalmadı. Bunun bəlkə də müqəddəs bir şey var. Bu inanca bizdə şərik oldu. Onun üstünə nə qədər əl çəkiblərsə o rəng gedib onun. Dəmir gəlir əlimə. Burada qardaşlar dayanıblar. Louder! How did you get let in quiet? Yeah! Touch your head from your lips to the hallelujah. 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 Yes, hallelujah. Hallelujah. Burada daha şəkil çəkir. Görək neçə çəkir çəkisi. Hello. How much do you charge for 2 people? İki nəfər 40 euro. Black and white picture. Lampalar haqqında. Deməli, körpünün üstündə lampalar var. Lampalar belə kırçoku var və kırçoku dartırsan belə yanır. İndi hal-hazırda yəqin ki elektriklə işləyir. Amma səhv eləmirəmsə bunlardan biri və yaxud da hamısı o şeyi çəkəndə yanır. Əvvəl bunlar qazla işləyir. Deməli, Praqada keçmişdən olan bir adətdir ki, lampalar həmişə işçilər tərəfindən yandırılıb və işçilər lampaları düşüb bir-bir küçələrdə belə kırçokların dartıb lampaları yandırırmışlar da. Amma hal-hazırda o işçilərdən
o dövrdəki lampa yandıran işçilərdən sadəcə bir nəfər qalıb. Yəni bir nəfər qalıb, bir nəfər sağlam və 80 falan yaşı var və yalnız dekabrın 1-dən 23-nə qədər hər gün həmin işçi gəlir, lampaları yandırır və ətrafda xeyli sayda turist olur onun lampanı yandırmasını çəkmək üçün. Çünki Praqanın son lampa yandırıcısıdır. Yəni ondan sonra artıq lampa yandıran yoxdur. O adətlə yəqin ki, tarixə qovuşacaq da, bəli. Yəqin ki, elektronik yəni dekabrın 1-nə qədər necə yandırılırdısa, indi də eləncə. Həmin lampalar bulardır. Belə bax, altında da kırçok var. Görünür də yəqin ki. Altında kırçok var. Onun dartında lampalar yanır. Belə. Bura dekabrda gəlmək lazımdır sırf o səhnəni görmək üçün. Hal-hazırda isə elektron şəkildə lampalar yanır. Qardaşın alətini tanımdır. Burada qardaş həndpən çalır. Bura köhnə şəhərdir. Old City, yəni bizim içəri şəhər kimi bir yerdir. Praqanın köhnə şəhəri adlanır. Turistik məkandır. Məkandır. Bunların məşhur yeməkləri qulaşdır. Şirniyası tredelnik. Tredelnik düz dedim hə? Bu tredelnik. Birazdan yoxlayacağıq bunu. Biraz üstü kremi çoxdur. Kremi çoxdur, mən də ona görə birinci su almaq istəyirəm. Bura marketdə, market tapdım, gedək su alım. Birinci su almaq istəyirəm çünki susuzluqdan daha betər olduq. Su aldıq, Aytən şokda. Deyən 0.99 kron yazılmışdı altına. Nə bilim 0.99. 7 manat 50 qəpik. Biri, ikisi 15 manat 80 qəpik pul verdi, 2 dənəsi. Fransa valyutası bu arada kron. Krondur, hə, Çexiya kronu. 90'da ümumi 198 kron elədi. Bu da bizim puluna çevirəndə 15 manat 80 qəpik falan belə bir şey edir. Suya 15 manat dəlidir ki bu da. Hə, biraz bahadır. Normalda su 2 euro zatdır. Məsələn 4 manat zat da. Düz 4 manat da vardı amma 1 euro 2 euro Yəni su. adam öyrəşib aeroportda falan 4 manat verməyə, daha 2 suya 15 manat yoxdur. Biraz çox olmuş kron almağa. Kron yox, kron nə idi? Gəlmişik. Kron pullaydı. Flex. Tridellik. Tridenlik almağa gəlmişik. Gün batımı vaxtıdır. Çox qəşəng bir mənzərə var burada. Çayın qırağında. Artıq axşamdır. Körpün də lampaları yanıb. Çox qəşəng görünür. Burada xeyli insan var. Bizə gedirik şəhəri gəzməyə. Bura eyni bizim içəri şəhərə oxşur. Eyni, yəni mən şəxsən elə bilirəm ki, yer də o belə içəri şəhər. Mən elə bilirəm ki, yəni içəri şəhərdə gəzirəm. Amma biraz qaranlıqdır. Biraz daha qaranlıqdır, bəli. Düzüm mağazaların işığı olmasa lap qaranlıq olar. Çünki küçə işıqlandırmaları belə biraz zəifdir. Əsas buranı işıqlandıran mağazanın işıqlarıdır. Deməli, mənim çox xoşuma gəlir. Bunu deyəsən başqa o birisi videolarda da qeyd eləmişəm. Burada da qeyd edirəm. Yəni nə? İctimai nəqliyyatın bilet məsələsi. Bilet alırsan, məsələn, bir dənə deyim əvvəlcədən. Bilet alanda əgər tramvayın içindən və yaxud da dayanacaqlardan falan alacaqsınızsa, onda bilet sizə baha başa gələcək. Onda biraz nisbətən baha olur. Amma onlayn şəkildə alsanız, onda daha ucuz olur. Mən hər ölkənin onlayn təbii ki, App Store-dan proqram. Mən hər ölkənin proqramını yükləyirdim. Tapırdım da həmin proqramı, onu yükləyirdim. Yükləyəndən sonra oradan girib alırdım bileti. Deməli, hal-hazırda Praqa üçün 2 nəfərə 72 saatlıq, yəni 3 günlük bilet almışam. 3 günlük bilet 52 manat pul vermişəm. 2 nəfərə 52 manat. Və nələr daxil edir? Metro, tramvay, nə bilim, marşrut, sonra trolleybuslar, sonra taksi yox.
Takalan Bir dənə taksi yox. Hətta burada funklyor var. funklyor, Funklyor da ona daxildir. Yəni ondan funklyora belə minə bilərsən. Çox yaxşı. Gələn turist üçün çox yaxşıdır. Yəni hər dəfə Mesela indi her dəfə bizə hər yeni bir tarixi yer üçün 1000 liraya düşürüyor, 1000 liraya Ha, düşürüyor. istediğim Bizə vaxtı sərf 1000 edir. düşürüyor. Bəlkə evdən çıxıb kimsə bir nöqtədən A nöqtəsinə B nöqtəsinə gedən adamı bəlkə sərf eləməz. Amma turist üçün belə 3 günlük falan sərf hə, edir. turist üçün çox yaxşı. İndi hesablamaq lazımdır. Deməli 3 günə 52 manat. Bir gediş 1 evrodur. Bir gediş 1 evrodur. Mən gündə ən azından 50 dəfə minib düşürəm də ona bax. Yəni gəlir buradan davay 1000 getdik falan yerə, orada keçdik 1000 falan yerə. Yəni ən azından mən ora bir 50 evro əgər tək vursaydım, 100 manat rahat pul xərcləyirəm mən ora. Amma 52 manatdan 3 gün fırlanıram. Bu yaxşı. Otelin səhər yeməyə gəlmişik. Burada açıq bufetdir. Burada mən özümə qulluq edirəm. Özdə qulluq edirsən, nə istəyirsən götürürsən, nə qədər istəyirsən götürürsən, limitsizdir. Gəzi qayıram. Burada turşular. Burada məsələn belə bir şeylər var, bilmirəm nədir. Burada və səhər yeməyi üçün yeməklər, süd, kofe. Sonra burada şirniyyatlar var. Limitsizdir hər şey. Nə qədər istəyirsən, nədən istəyirsən götürə bilərsən. Sonra burada məsələn var. Sosiska. Burada salat, çörək falan filan. Aha, Aytən hər şeydən biraz götürüb. Yeməklərimizi götürdük. Mümkün nə var ortalıqda? Sən xlebçi nə örtünsən ki, heç nə götürməmsən. Ay sən. Doldurur. Hələ bunu da mən qoyub ki, hələ ki götür. Sən yolsuz yemirsən, mənə verərsən. Qoy yesin, götürəcəm ona. Sabahınız xeyir. Artıq sabah oldu. Gəlmişik gəzməyə. Oteldə səhər yeməyi yedik. Yaxşı idi. Yaxşı idi. Bundan əvvəlki görüntü zaten onu qoyacağam. Yaxşı idi. Açıq bufet idi. Hər şey əla idi. Yol üstü də bir dənə Azərbaycanlı qaqaşla tanış olduq. Elə həmin otelin səhər yeməyində yaxınlaşdı. Bəs Azərbaycanlısınız dedim, hə. Biz öz dilimizdə şəhqəşək danışırıq. Ay sanır, bu stəkan falan Hə. və çay stəkanı çox pahalı. Mahnınızla da oxuyurduq özümüz. Get çıma düşmüş, əlli mi? Azərbaycanlı var imiş bölümümüzdə. Nəsə adı nə idi? Yadımdan çıxdı. Adı demişdim. Ramil. Ramil oxumağa gəlir. Buradan isə paraddır, yoxsa nədir? Belə yığılıblar. Nəysə yad edirlər orada. Yanıblar. Avropa ölkələri bir-birinə çənək qoyurlar nə ilə bağlı. Bu Almaniyadır. Orada Ukrayna var. Nə deyəcəkdim? Biz bu ölkələrə gələndən hər ölkənin öz özəl gününə denk gəlirik. Bu gün də burada parad keçirirlər. 18 iyun indi Davamın Samir məlumat verəcək. Şəhid olublar bu binada. Davamın Samir məlumat verəcək. Deməli, bayaq getdik ora, burası bilmirdik də nədir, nə deyil. Bütün ölkələr çələng qoyurdular bir binanın qabağına, kilsə daha doğrusu kilsənin qabağına çələng qoyurdular. Bundan əvvəlki görüntüdə kadrda düşüb də.
Deməli 18 iyun mən soruşdum orada bir neçə nəfərdən ki, nədir, nə baş verir falan. Onlar mənə məlumat verdilər. Bəs 18 iyun Çexiya müqavimət qüvvələrinin faşistlərlə vuruşmasının son günüdür. Elə ki 1942-ci ildə 18 iyunda burada şəhid oluyor. 9 may. 9 may bizə qələbə günüdür. Bunlar isə müqavimət günüdür. Yox, bunların məğlubiyyət günüdür. Bunlar burada hüzün günü keçirdirlər hal-hazırda. Yəni qələbə keçirtmirlər. Başa düşdünüz? Hüzün günü keçirdirlər. Yəni ona görə bütün ölkələr bura çələng qoydular və orada indi bilmirəm kadrda düşüb ya yox, divarda güllə izləri falan var idi. Həmin o güllə izlərinin qabağına çələnglər qoydular. Onları yad edir. Möhtəşəm tikili Praqa qalasıdır. Avropanın ən böyük qalasıdır. Yəni bu sahəsi çox böyükdür. 70 min kvadrat metr sahəsi var. Biz bunu arxadan çəkirik, indi önünə də gedəcəyik. 70 min kvadrat metr sahəsi var və tikilişi 870-ci ildə olub. Bəli, 9-cu əsr eləyir. 9-cu əsr. 9-cu əsrə tikilir. Və hal-hazırda Çexiyanın hazırki prezidentinin rəsmi iqamətgahıdır. Bu qala. Avropanın ən böyük qalasıdır. Öndən də görüntüsü budur. Həqiqətən çox böyükdür. Kadra sığmır, biraz uzaqda gələcək. Amma yəni belə göstərəm. Buranın adı Vitus katedralıdır. Çexiyanın ən böyük katedrallarından biridir. Səhv eləmirəmsə 1344-cü ildə tikintisinə başlanılıb, 1920-ci illərdə isə tikintisi bitib, 600 ilə yaxın tikintisi davam edib. Möhtəşəm bir katedraldır. Bura isə Praqa qalasının giriş qapısıdır. Burada belə əsgərlər dayanıblar. Əslində bayaq getdiyimiz qalanın ön tərəfdən girişidir. Və bu qədim bir abidədir, yəni təzə tikili deyil. Qədim abidədir, sadəcə daha yaxşı bir vəziyyətə gətirilib. Burada isə bütün Praqa görsənir. Çox gözəl bir təpədir. Biraz daha yemək üçün belə bir yer var. İnsanlar şəngə çəkdirir. Təpədən isə Praqa şəhəri tam olaraq görünür. Çox gözəl bir mənzərədir. Gedirik Çexiyanın məşhur yeməklərini yoxlamağa. Görək necədir. Əslində 3-4 dənə məşhur yeməklər var. Sadəcə bizim ən bəyəndiyimiz ikisi var ki, yeyə biləcəyimiz ikisi var ki, onları yoxlayacaq. Biri qulaşdır. Qulaş bir növ bizim qulyaş kimidir, amma bunlar qulaş deyirlər. Sadəcə bunun özəlliyi nədir? Pivə sosunda bişirilir, pivə də bişirilir, suyu pivədir də. Bunlar bu arada, yəni onu da qeyd edeyim ki, dünyada ən gözəl və ən yaxşı pivələri verir, Çexiya verir. Yəni dünyaca məşhur ən dadlı pivələr. Yəni bunlar üçün pivə ümumiyyətlə bir klassikadır, yəni bir brenddir, özlərinin şeyidir, yəni. Pivə burada çox məşhurdur. Ona görə həmin yemək də sırf pivə sosunda bişir və belə balaca bir çörəyin içində təqdim olunur. Çörəyin içində bişir, hazır təqdim olunur. Pendir supu. Pendir supu kimi, hə, indi o göstərərik daha dəqiq, ətraflı. Bir də qızardılmış ördək. Ördəyin parasını qızardırlar falan filan. İndi xüsusi sosla falan qızardırlar. Görək necədir, dadı necə olacaq. Burada ivir-zivir satırlar. Aytən deyir. Bal satırlar, hə, bal Balakəndə. Burada Balakənin adət-ənənəsinə uyğun kürklər satırlar. Marixuanalar, şokoladlar. Gəldik restorana, yeməkləri seçirik. Belə bir restorandır. Yeməyimiz gəldi. Bu qulaşdır, hansı ki bayaq dediyim pivə ilə bişən. Dadına baxacağıq, görək necə şeydir. Bu nə salat idi? Bu kabiç, bu şey də. Kələm salatı. Kələm, kərot, qarışıq. Bu da qızardılmış ördək.
Bu bölündəki çörəkdir. Bu da desən soğandır. Yeyəsən. Bilmirəm, dadına bax. Bax dadına. Soğandır. Soğandır. Soğan amma dadlıdır. Bu qulaş çox dadlıdır, dəhşət dərəcədə. Heç mən bundan açığı düz pivən dadını bilmirəm, amma yəni belə acı olar da. Məsələn acı bir tam yoxdur burada, yəni indi belə spirt falan şey gəlir. Hiss eləmirəm də, yəni qətiyyən hiss eləmirəm. Salat da çox dadlıdır. Aytən də deyir ki, bu ördək çox da düzdür. Paylaşdıq ikimiz də yedik. Əladır yəni, qəşəngdir. Yeməyimizi yedik, çıxdıq restorandan, indi gəzirik. Dadlı idi, hər ikisi dadlı idi həqiqətən. Mən də bəyəndim. Çox Yarıdan dadlı. yarıdan dəyişdi. Hə, da yarısını mən öz yeməyimin yarısını yedim. Aytənə verdim, sonra Aytən də yarısını verdi belə. İkisini də yoxladıq, ikisi də dadlı idi həqiqətən. Yaxşı idi yəni. Mükəmməl. 10 üzərindən 8. Gedirik indi astronomik saat gülləsinə. Güllədir yoxsa kilsədir bilmirəm. İndi gedib yanında görəcəyik. Orada astronomik saat deyə bir şey var, divarda saat var. Onu görməyə gedirik. Girək görək necə bir şeydir. Gəzməyə davam. Astronomik saat budur. Burada hər kəs bu saatı çəkir. Əslində biz gələndə artıq saat başlamışdı zəng çalmağa. Hər bir saatdan bir burada ölüm zəngi çalınır. Adı ölüm zəngi. Belə orada yuxarıda skelet var, o çalır bu zəngi. Burada saatlar bürclərlə göstərilir. Həm rəqəmlərlə göstərilir, Roma rəqəmlərinə, həm də bürclərlə göstərilir orada saatlar. Burada nələr göstərilir? Əslində çox şey var burada, mənası çoxdur. 1300-cü illərdə quraşdırılıb saat bura. Yerin günəş ətrafında fırlanması, nə qədər saata fırlanır, ayın yer ətrafında fırlanması, o dairələr hər biri ayrı-ayrılıqda onları göstərir. Yəni biri günəşi göstərir, biri ayı göstərir və s. Yəni çox maraqlı və qədim bir saatdır. Keçmişdə yəni indiki qədər yeni texnologiyalar yox idi də. Yəni məsələn yerin günəş ətrafında fırlanmasını zaten bilmirdilər. Bu saat vasitəsilə onu ölçürdülər. Yəni çox qəşəngdir. Buradakı insanlar Viyana'dakı kimi deyil. Viyana'da olanlar özümü tamamilə həqiqətən düzü başqa ölkədə demək sözsüz, amma Viyana'da olanlar tamam başqa cür hiss eləyirdi. Oradakı insanlar tamam başqa idi. Burada elə bilirəm ki, hamı Azərbaycanlıdır. Belə biraz qəribədirlər. Məsələn Viyana'da mən heç küçədə qalan adam görməmişdim. Viyana'da mən dilənçi görməmişdim. Sonra belə də qəribə adamlar görməmişdim, amma burada qəribə adamlar çoxdur. Məsələn burada dilənçilər var, belə dilənirlər. Yəni dilənçilər çoxdur, hər tim başı var və bu formada dilənirlər. Yəni məsələn adamın yanına gəlsin, sən Allahın köməkliyinə, Allah səni saxlasın. Belə söhbətlər yoxdur, bu formada dilənirlər və sən onlara nəsə verirsən. Belə. Amma çox qəşəng şəhərdir bura. Gəzməli, görməli yeri dəhşət dərəcədə çoxdur. Bu şey bir gün bitir və hələ bizim gəzməli yerlərimizdə qalıb nə qədər. Maraqlı və qəşəng şəhərdir. Arkada görəcəksiniz. Arkadakı kilsənin içinə girdik. Burası qabağın bu arxamızdakı binalar tutub. Özüm belə tam yaxşı görə bilmədik də. Yəni fırlandıq ətrafına, qabağın bu binalar tutub. İçərisi çox qəşəng idi. Dəhşət dərəcədə qəşəng idi. Super idi də hətta. İçəridə çəkilişə icazə vermirdilər. Amma biz gizlin. O görüntü şəhərə. Gizlin çəkdik. Aşağıya görüm düşür. Hadi arxamızdakı bax. Bax bu binalar. Çevir. Bu binalar tutub onun qabağın. Hər iki tərəf, bütün dörd tərəfini tutublar. Hə, dörd tərəfini tutublar. Burası bunun altından girir, həyətinə keçib içəri girirsən. O da önün çəkmək olmur da, düz altına getdiyin üçün. Avstriyada da atlar var idi, amma bunlar çox böyükdür də, yəni. Ya bax, çox cins atlardı, çox qəşəng. Ayağını vurmağa görməyəcəksən bir də. Başına bax. Çox sağlam, əzələli. Bunlar xüsusi sortdur. Adı nə? Cualquier cosa que necesiten, Burada belə donuz budu pişirirlər. İyi götürüb bütün ölkəni.
Frans Kafka qalereyasıdır. Bu belə bir başdır, üzdür. İndi bilmirəm kimin üzüdür. Bax belə hazır vəziyyətdə olur, sonra yavaş-yavaş parçalanır. İndi hazırdır. Bu parçalanacaq. Bura müqəddəs Lyudmila kilsəsidir. Çexiyada, ümumiyyətlə Avropa ölkəsində gəlmişik, ancaq kilsə gəzirik. Çünki həqiqətən kilsələr çox möhtəşəmdir, çox əladır. Yəni dəhşət gözəl üslubla tikilir də. Yəni bu kilsə 1883-cü ildə başlanılıb tikilməyinə, 1900-cü ildə tikilişi bitib. Yəni 20 ilə yaxın bir il çəkib bunun tikilməyi və həqiqətən də çox möhtəşəmdir. Lyudmilanın nənəsi ilk Çex xristianlarından biridir. Yəni xristian olaraq da ilk Çex xristian da, Çexiyalı ilk xristianlardan biridir. Özü isə döyüşdə, bilmirəm hansı döyüşdə şəhid olub. Çexiyanın qəhrəmanlarından biridir. Onun xatirəsinə həsr olunaraq tikilib bu kilsə. Çox qəşəngdir. Yahudi məhəlləsi deyilən bir yer var. Oraya gedirik. Görək ora necə yerdir. Bunlar nə adlandırır? Josefov. Josefov. Onu araşdıracağım ki, görürsən Josef və yaxud Josef necə deyirlərsə. Yahudi demək deyil. Yəni niyə Josefov mahəlləsi? Pov familiyadır. Hansısa bir Yahudinin familiyasını götürülüb çıxardı. Ya Josef özü Yahudi deməkdirsə başqa dillərdə. Bilmirəm. Mən də bilmirəm. Yalan deyərəm. Bu arada ek bilgi olaraq verim. Dünyadakı ən uzun tramvay xəttləri Çexiyadır. Hə. Yəni dəhşət dərəcədə dolamadır. Uzun tramvay xəttləri var. Sadəcə olaraq tramvayları biraz həm köhnə tramvaylar var, həm yeni. İndi biz gələndə köhnə tramvayla gəldik. Qoşqulu, köhnə tramvaylardandır. Həm də yenisi var. Amma Avstriyada full hamısı yeni idi yəni. Hamısı bir yerdə ortasında dairəvi təkərliydi, belə döngələrdə hissələnir. Qarmoşkaydı da. Onlar yaxşı məhəllə Josef məhəlləsidir. Çex dilində Josef məhəlləsidir. Belə insanlar bura Yahudi məhəlləsi deyilir. Bu tikili isə 1781-ci ildə burada Yahudilər yaşayıb. Buralar sırf Yahudilərə aid olub. Sadəcə 2-ci Dünya müharibəsində tikililərin bir çox qismi sökülüb. Geriyə sadəcə bura qalıb və bir də qəbirstanlıq var. Orada gedib baxacağıq. Bir də ora qalıb. Bura niyə Josef məhəlləsidir? Deməli 1781-ci ildə hansı ki burada Yahudilər yaşayırdı. Orada 2-ci Josef Yahudilərə hüquqlar vermişdi. Onlara görə də buranın adı onun adı veriblər də. Hə, Josef məhəlləsi adlanır. Belə bir gəldik. Bayaq qeyd etdiyimiz Yahudi qəbirstanlığına. Burada giriş tiketləndir. Entry with ticket. Görək tiketlər neçədir? İçəri giriş yetişkin üçün normal adam üçün 47 manatdır. Bir nəfər üçün 47 manat, 2 nəfər üçün 94 manat. Ay, heç. Mən babamın qəbrinin üstünə getdiyim yadıma gəlmir. Buraya mən 47 manat verib gedeyim. Kiminsə qəbrini ziyarət edəcəm. Yox, elə söhbət yoxdur. Nə enirik? Yola devam. Gedirik başqa yeri görməyə. Orada təmir işi gedir. Bir qızla bir kişidir. İkisi bir də təmir edirlər. Tramvay xəttində məsələn təmir işi görürlər, elektriklər çox güman ki. Yəni burada məsələn tramvay sürürlər qadınlar, avtobus sürürlər. Yəni kişinin görə biləcəyi hər işi görürlər. Yəni burada şey yoxdur da, kişi bu işi görməlidir, qadın bu işi görməlidir məsələsi yoxdur. Kişi hansı işi görə bilirsə, qadın da eyni işi görə bilir yəni. Bura Viltava çayıdır. Burada qəşəng quğular var, orada göyərçənlər var. Burada botlar var. Burada var, orada var, orada var. Hani görünür, hani orada. Bunlar adam saatlıq yox. Hani
Ha, saatlığıymış. Ha, saatlıqdır. Adam biri 14 euro. Bizim pulla 28 manata yaxın, 27 manat falan bir şey. Burada göyərçinlər var. Bu dayı qulları yemləyir. Tuta bilirəm. Elə ona görə Elə də sığallamaq. yo tutmaq. Sıxmaq yox da. Eləmə. Aytən Çexiyadan su və torpaq götürür xatirə saxlamaq. Əslində o dibdə qəşəng torpaq var. Harda? Deva dib tərəfdə. Hə, orada hə. Birinci məncə torpaq götürərdin. Sonra suyu götürərdin. Daş atacağım içine bir dənə. Bax, bu yerləşər, bu yerləşər. Su nə qəşəng. Torpaq suyumu bulandırar. Bəlkə biraz qum götürün. Götür. Bax 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 burada bax yaxşı qum var. Hərdə. Bax 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 burada. Bu filtrlanacaq aşağı. Hə. Təmiz olacaq. Qoy buraxarsan biraz məsafə yaransın. Bir dənə dar küçə var burada, hə, svetoforla işləyir. İçəridə yalnız küçədən yalnız bir nəfər keçə bilər. Yəni bizdə bir şeydik, svetofor var içəridə. Sən əgər yaşıl yanırsa keçə bilərsən, yəni qırmızı yanırsa Yanı bu tərəfdən Hə, gələr. sonra qırmızı yanır o tərəfdən gələnlər gəlir. Biz də həmin küçəyə giririk. Biz gözləyirik. Svetofor hələ ki qırmızıdır. Bu gözləyir cəmaət. Çəkis qabağa keç. Hə, bax belə bir dar küçədir. Bir nəfərlik də, ancaq bir nəfərlik. Arxaya çəkib. Arxana da Hindistan dayı gəlir. Bana bak akıllar da. Burada ne kadar dayanabilirsen gel bir kutundasın. Kaz yaranır. Burada fırlanmaq olmur bu arada, yəni. Ancaq düz gedə bilirsən. Aa burada svetofor var. Burada svetofor var. Burada svetofor işləmir. İnsanlar özü təyinlir, bir-birlərinə yol verir. Bax oradan küllü miqdarda insan gəlir. Buradan da keçir restoran. Buradan keçir restoran. Böyle bir divar var. Hamı bu divarın şəklini çəkir. Markayımız olsaydı çekilir. Bura hərə ağzına gələni yazıb. No, usa la matita, ma perché quella lì Mesela yapışdırıblar, nə bilim, şəkillər, məkillər. Kızdan kalem alın ben de çekeyim. Al çək. Ayten de buraya yazmaq istəyir nələrsə. Ayten də nələrsə yazır. vai a firma. Kalemi əymişəm axı dala gedir çerneli. Okey oxunur. Hı. De daireye alın. Oy üstünden geçti. Bəli, haçan Çexiyaya gəlsəz, bu divarda bizim də adımız var. Burada hazırda festival keçirdirlər. Özləri üçün prosta əylənirlər. Yəni bəlkə də dövlət seçilmir ha bu festival. Prosta özləri üçün. Bax, burada 50 uşaqlardır. Bunlar yarışa qatılıblar. Sırf uşaqlardır və böyüklər həmçinin oyun oynayırlar burada, musiqilər falan. Burada da cavan, yaşlı, həm uşaq, qoca, hamı formasını geyinib hazırda yarışa hazırlaşırlar. İndi burada qaçacaqlar yəqin ki.
Yarışda qalib olanlara yəqin ki, hədiyyələr falan verirlər belə. Gəlmişik Çexiyadakı axırıncı kilsəmizi görməyə. Bu Çexiyanın qədim kilsələrindən biridir. Gözəl musiqi çalar və saat 5 tamamdır. Saat 5:02-yə qədər bu musiqi çalacaq. Bizi axşam saat 8. Artıq Praqada gəziləcək hara varsa hamısı gəzmişik. Özü çoxsunda piyada gəzirdik ki, yəni piyada gəzəndə də başqa yerlərdə görür. Marşrutla gəzəndə o qədər də görmürsən. Hər yeri gəzdik. Bugün Praqada son günümüzdür. İndi axşam da təbii ki gəzəcəyik, amma yəni çəkiləcək bir şey olmadığına görə artıq indidən sağollaşaq dedik. Belə bir də qeyd edeyim ki, Avropa ölkələrində, yəni heç birində Azərbaycan manatı dəyişdirilmir. Yəni Azərbaycan manatı ilə gəlib fikirləşərsiniz ki, məsələn mən 50 manat, 100 manat götürüm özümdən, bunu evroya çevirirəm, elə bir söhbət olmur. Yəni əvvəlcədən deyil. Gələndə ya dollarla gəlməlisiniz, ya da evro ilə gəlməlisiniz. Onu indi burada Budapeştdə Hufa belə. Budapeştdə Hufa çevirirsiniz, Çexiyada krona çevirirsiniz falan beləncə. Amma yəni evroda keçərlidir. Belə. Всё. Harda? Nə var? Şeylər düzəldir. Üz düzəldiblər. Bax burada pizzadır, o bu üzdür. Bana bura bax. Taxtadan oymalar. Orada da üzlər var. Hər öz favori. Taxtadır yoxsa taxta və tel. Taxtalardan işte. Taxta, tel belə. Kilsələri gəzdik. Daha əlbət kilsə qoymadıq da. Amma yəni kilsə həqiqətən bilmirəm, bunlar çox belə qəşəng qoruyub saxlayırlar. İndi bundan əvvəlki kadrda göstərdiyim kilsə 1070-ci ildə tikilib. Nizami Gəncəviylə. Paşlı Nizami Gəncəvinin yaşıdır. Yəni necə bu qədər il, yəni 900 ilə yaxın, 900 il yox, 800 il. 800 il sən bunu necə qoruyub saxlaya bilərsən də. Daim əl gəzdirir. Daim əl gəzdirdilər, təminlər və bunlar üçün xüsusi bir mədəniyyət simvoludur kilsə. Gəzdik hamısının, hər şey əla idi, hər şey gözəl idi. Всё, bu qədər. İnşallah Almaniyada görüşürüz. Almaniyada görüşərik. Sağ olun, salamat qalın, görüşərik.